Sinifdə iştirak edən uşaqların adlarını, familiyalarını oxuyuram. Novruz Evelman. Burada. Hüseyin Aval abi. Burada. Baxşıyığı sənə. Burada. Biz bura 51 il bundan qabaq ayaq basmışıq. 1964-cü ildə hazırlıq sinifinə gəlmişik. 12 il, ha, fakir. Gel bunu getir. Almanlar. Ala. Laf ala. Ala. Lüksün evleri, ejdahaların ejdahası. Ala. Neçə il idi? Hamısı bir 5 il var idi. 50 illiyimizi geçirdik. Allah kısmet Daha eləsin sinifi burada bizə oxumuşuq. bu kollektivdə 60 ilimizi qeyd edelim. Amin. Xanımlar da indi gələcək. Hamısını təbrik edirəm ürəkdən. Təşkil edənlərə də Allah can sağlığı versin. Hamımıza. Allah'ım. Müəllimlərimiz də bunlar. Allah hamımızın canını sağ olsun. Çox sağ olun, minnətdaram. Sağ olun, çox sağ olun. Allah can sağlığı versin. Emin. Allah sana can sağ versin bana. Salam aleyküm. Nətərsən Saadet? Bu da baxınları içinləri riskide olandır. Bizim sınıf yoldaşımız. Müəllimlər, həm də şagirdlər. Təsəvvür edin ki, belə bir an heç vaxt insan üçün düşmür. 50 il öncə insan cavanlaşır, o xatirələr yada düşür. Ümumiyyətlə, o günlər, o tarixlər indiki tarixlə müqayisə eləyəndə görün, nə qədər dəyişikliklər var. Hazırlıqda bir dənə çəkmişik. Yox, var, mənim var. 4-cü sinif var. Bu, Bəylə, Cambala, 5, 8 değil. Mən deyib sənə bilirdik ki, mənim oğlumun adını sənin adını Bir ki getdik çıxdıq 50 il bundan qabaqki günümüzə. Vallahi o məktəbin həyətinə yığışmışdı ya. Mənim beynimdə ancaq o illər gəldi. Düzdür, yadımda olanlar da var, çoxu yadımdan çıxmışdı. Ancaq özümdə fikirləşirdim ki, belə bir şeylər olur, belə bir günlər olur, belə uşaqlarla oturmuşuq. Bizim məktəb illərimiz çox şən keçib, çox mehriban sinif olmuşuq, oxuyan sinif olmuşuq, 7 qız olmuşuq, qalanı oğlan olubdur. Cəmi 23 nəfər idik bir sinifdə. 50 il sonra görüşürük, deməli, sinif yoldaşlarımızla. Hamısını, demək olar ki, hamısını tanıdım. Bir nəfər. Bircə İsmail'in nəysə aydınlaşdıra bilmədim. Sonradan bildim ki, İsmail də bizim sinif yoldaşımız olur. Həqiqətən də çox kövrəldim. Çünki hamımız dəyişmişik. Yaş öz hökmünü sürür. Biz müəllimlərdən çox qorxurduq. Dərsi oxumayanda çox qorxurduq. Tələbkar idik, döymürdülər. Onların zəhmindən elə qorxurduq ki, onlar bizi söz deyəndə, qışqıranda onun qorxusundan hamımız dərsimizi oxuyub gəlirdik məktəbə. Sinif yoldaşlarımın əksəriyyəti ali məktəb tutarır, texnikum tutarır, hərəsi bir sahədə çalışır. Yəni, savadlı uşaqları. Bizim sinifimizin bir pis cəhəti deyimmi, nə bilim, nə tər deyimsə, biz heç vaxt bu neçə illərdə bir-birimizin xeyir işində iştirak eləməmişik. Bir-birini, nə bilim, bu çatışmayan cəhət deyim, utancaqlıq deyim, nə deyim, axır bir-birini
tapmamışıq. Elə arada sırada hardasa rast gəlmişiksə salamlaşmışıq. Fəlakət xanım bizdə oxuyurdu. Mənim partamda biri qabağında əyləşmişdi. Bizim sinif yoldaşlarından kimsə bir soru götürüb onu kağıza bükmüşdü, qoymuşdu partasının altına. Belə oldu ki, o da dərs hazırlayanda, kitabı çıxardanda soru çıxdı sinifdən. Aləm qarışdı bir-birinə sinifdə də. Bunu kim qoyub, heç kəs bu oyununa gətirmədi. Gəldi, deməli, müəllim baxan kimi gördü tərləmişəm. Dedi, sənin işindir, sonunu sən gətirmişsən. Hansı ki, mən gətirməmişdim. Onun üstündə çox döyüldüm. Boynuma da məcbur oldum dedim, mən gətirmişəm. Fəlakət xanım indi də bizimlədir, buradadır, yadına gələr. Çingiz konuştu partamla. 8-ci sinifə qədər intiqam oxular. Onu da bilməmişəm. Ki, mənim adım intiqamdır, hələ onu bilirəm ki, intiqamdır, onu paşa bilməmişəm bu vaxta gibi. Sonra bir günləri Yadullah müəllim, Allah rəhmət edəsin zəmirlərinizi, Yadullah müəllim siyahını oxuyanda dedi ki, Əliyev Paşa. Mən döndüm, arxaya baxdım, bu yana baxdım, gözüm ki, heç kim qalxmadı. Dedim, mənim Paşa adlı adam yoxdur. Dedi, səni deyirəm. Mən qalxdım, özümdən asılı olmalı özümü itirdim. Acıq eylədim. Bir ay mən məktəbə gəlmədim. Elə sinif yoldaşlarım olub ki, mən onun dəfinində mən dəfn edmişəm və onun məclisində mən aparmışam. Mənim də arzum oydu ki, 50-ci ili yubileyli, 50-ci yubileyli keçirdək və bunu nail olduq. Mən çox xoşbəxtəm. Allah Teala bizlərə güc, qüvvət versin, sağlamlıq versin. 60 illiyimizdə belə bir şəraitlə Allah Molla Paşa'ya da can sağlığı versin ki bizi bir yola salsın.